Salam, hər vaxtınız xeyir. Necəsiz mənim dəyərli izləyicilərim? Yaxşı olasınız. Bəzən şərhlər yazırlar ki, siz də yəqin ki oxuyursunuz ki, danışırsan da kimə görə danışırsan, sənə qulaq asan yoxdur öz aramızda. Elə qəşəng qulaq asırlar. Elə gözəl qulaq asırlar. Allah haqqı sizə maraqsız gələ bilər, bəzilərinə çox maraqlıdır və səhvlərini də düzəltirlər. Leyla müəllim orada olmaya bilər. Amma Leyla müəllimənin ruh oraları gəzir. Sizin xəbəriniz yoxdur. Deməli, bu yaxınlarda bir video paylaşmışdım ki, məktəb natəmizlikdir, valideynlər şikayətə gedir, uşaqlar artıq beziblər canlarından, sanitar qovşağından, ifunət hissi, yəni aləmi götürübdür, qapı bağlı qalsa belə artıq otaqlarda uşaqların üstünə də hopur falan filan. Natəmizlikdə bir tərəfdən, bu yaxınlarda da cənab başçımız Elçin Rzayev da gəlmişdi məktəbə. Baş çəkib və eşitdiyimə görə Elçin Rzayev cənabları hətta irad bildirib və bildiriblər ki, həll edəcəyik. Dünənə qədər həll etməyən, indən belə nəyi həll edəcək? Ölürsüz də, ölürsüz, üzünüzə söz gəlsin deyənə, pay atonla alışmışsınız da siz bunlara. İndi mən nəyi keçirəm, nəyi demək istəyirəm sizə. O gün qızım mənə gəlib deyir ki, öz aramızda heç kim eşitməsin. Deyir ki, ana, təsəvvür etkinə ki, məktəbimiz biraz işığa gəlib. Dedim, nə demək istəyirsən? Mama, biraz təmizlik işləri var. Hiss eləyirik ki, bura əl vurublar. Dostlar, o boyda məktəbə 5-6 xadimə var. O boyda məktəbdə. Təsəvvür edin, mən böhtan ata bilmərəm, şər ata bilmərəm. 5-6 xadimə o boyda məktəbi necə təmizləsin? Mənə çox maraqlıdır. 500-ə yaxında şagird var məktəbdə. 600-ə gəlib keçir. Yəni 3 mərtəbədir, dostlar, böyükdür. Çatdıra bilmirlər. Özü də elə bir işləyiblər, məktəbi elə təmir eləmişdilər ki, həqiqətən də ora köçmədən artıq başımıza uçurdu. Deməli, kiflənib, divarlar kiflənib, qopur, padukalar qopur, reykalar qopur. Nəysə, bir sözlə də məktəb artıq dağılır, partalar artıq sınır, nəzarətsiz qalır. Siz elə bilirsiniz ki, mənim bunlardan xəbərim var deyənə, ola elə də davam edir. Yox, mən bunları paylaşıram, onlar səhərsi günü tez bazar həll edirlər ki, Leyla yalandan danışmış kimi görsənsin. Amma göydəki Allah və yerdəki bəndələr mənə inanır və şahiddirlər. Siz işinizi görün. Mən sizə nə deyirəmsə, siz onu edin. Yaxşı mı? Bax, məktəbi gül kimi saxlayın. Bax, necə deyərlər, uşaqlara yaxşı dərs keçin. Boş dərsləri qoymayın qalsın. Bəli, müəllimlər gecikir, müəllimlər toyda, orada, burada, hər şeydən xəbərimiz var. Vaxtında dərsinizi keçin, uşaqlara savad verin, qeybət qırmağa getməyin. Falan kəsin uşağı döyülüb, müəllimin xəbəri yoxdur. Hardadır müəllim? Hardadır? Gedib direktorun arvadına söhbət eləməyə, qeybət qırmağa az axşam xəbərim var. Leyla canlı yayımda falan şey deyirdi. Xəbəri var. Keçəcəm oradakı 1-2 müəllimə görüm, bu uşaqlar niyə düzəməlli dərs keçmir? Savadlı uşaqlar niyə geri gedir? Mən yoxam deyənə kef düşüb sizə dərs keçmirsiniz?